Uşaqlar, bir daha yine sağ olun. Deyir ki, indi bayaqdan keçmişdən danışırıq, babalarımızdan danışırıq. Kaş bizim nəvələr, nəticələr, köççələrimizlə bizdən danışar. O babalardan danışmaq hər babanın işidir. Onu gerek qurasan, yarasasan, yaşayasan. Deyir, nizam tərəziymiş, nizam qurğuymuş. Her şey ata əydik dünyanı. Nizam tərəziymiş, nizam qurğuymuş. Her şey ata əydik dünyanı. Həqiqətlə yoğrulmuş mayası aşkar. Haram qata əydik dünyanı. Tamah güc eylədi, susadıq qana. Gör nələr dağ çəkdik biz bu zahara. Sen kimi göydə yaradana, yerdə insana yalan sata əydik dünyanı. Vaxt olub bir kəlmə, ay Cəbrayıl, sən öz sözünə. Haya, babalarımız elin ağsaqqalları qan barışdırıb. Nəvələr çox şey dəyişib deyə dünyanın bir-birinə o qarışdırıb. Yaman pozuldu nizam tərəzi. Halala min haram qatılır indi. İnsanlıq aşkar bir dəstə göyət kimi indi basmayın bazarında satılır indi. Sağ ol. Sağ ol şahit. Yalan deyə bir-birimizə yalanla, kələklə baş saxlamışıq. Yazılara con deyib nəyə görəsə, qardaşı vurmağa daş saxlamışıq. Sağ ol. Sağ ol. Yalan ayaq tutub, aşkar, yer daha. Göstər arazını demə bari yox. Şikərə bax. Bir ana bətindən dünyaya gələn acaba, qardaşın qardaşa, etibarı Yaşa. yox. Sağ ol. Etibarı yox. Elə Elə keçmiş babaların bəli. şərində yaşlı insanların üzümüzü ağ eləyən babalarımızın, nənələrimizin ruhu şad olsun, onlara rəhmət eləsin. Çalışaq, onlar ola bilməsək də onlara yaxın bir adam olur. Elə